Məlumatı bizimlə bölüşdüyün üçün digər bir bağlantımızı da yaradaq. Fərqli istiqamətlərdə operativ məlumatları ötürək. Əlilliyi müəyyən edilən şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək. Bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb. Ətraflı xəbəri Zeynəb Nadirovadan alacaq. Zeynəb, söz sənindir. Buyur, yenidən səni salamlayıram. Çinarə, bəli, növbəti bu dəfəki bağlantımızda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni məlumatını izləyicilərin diqqətinə çatdıracağıq. Çünki bu istiqamətdə mütəmadi olaraq açıqlama verilir. Qeyd eləyək ki, elə Nazirliyin nəzdində olan Sosial Xidmətlər Agentliyi müharibə iştirakçıları, eyni zamanda əlilliyi olan şəxslərə mənzillərin verilməsi ilə bağlı yeni informasiya paylaşıb ki, bu həm Bakı şəhəri üzrə, eyni zamanda Şirvan şəhəri üzrədir. Qeyd eləyək ki, Bakı şəhəri üzrə 41 otaqlı, eyni zamanda yenə 42 otaqlı və 23 otaqlı mənzillərin alınması istiqamətində işlərə start verilib və bununla bağlı elə agentlik məlumat paylaşıb ki, bu istiqamətdə dövlət tərəfindən 8 milyon manat məbləğində pul ayrılıb. Artıq qeyd elədiyimiz kimi bu işlərə start verilib ki, yaxın zamanda da həmin mənzillərin alınıb, qeyd elədiyimiz vətəndaşlara verilməsi istiqamətində işlərə başlanılacaq. Bununla yanaşı paytaxt Bakını qeyd etdik. Şirvan şəhəri üzrə də həmin qeyd elədiyimiz şəxslərə, yəni müharibə iştirakçıları, eyni zamanda əlilliyi olan şəxslərə mənzillərin verilməsi ilə bağlı məbləğ ayrılıb. Qeyd eləyək ki, Şirvan şəhəri üzrə isə 4,6 milyon manat məbləğində pul ayrılıb ki, həmin şəxslərə isə 21 otaqlı, eyni zamanda 22 otaqlı və 43 otaqlı mənzillərin verilməsi istiqamətində, yəni daha dəqiq desək, alınması istiqamətində işlərə başlanılır. Çünki əvvəl alınır, daha sonra isə həmin şəxslərə təqdim olunur. Və eyni zamanda vurğulayaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər nəzdində olan agentlikdən verilən məlumata görə əlilliyi olan şəxslərə həm də müxtəlif köməkçi vasitələr verilir. Təbii ki, onlara yardımcı olmaq istiqamətində həm eşitmə problemi olan şəxslər ki var, onlar müxtəlif qeyd elədiyimiz avadanlıqla təmin olunurlar və dövlət tərəfindən bununla yanaşı təbii ki, əlini, ayağını itirən şəxslər var. Onlar üçün də müvafiq texnologiya, texnika daha dəqiq desək, aparat verilir və bu istiqamətdə onların mütəmadi olaraq həmin avadanlıqlarla təmin olması istiqamətində işlərə başlanılıb və yeni informasiya paylaşılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd elədi ki, həm mənzillərin verilməsi, eyni zamanda həmin şəxslərin müxtəlif avadanlıqla təmin olunması üçün artıq dövlət tərəfindən ayrılan məbləğ istiqamətində işlərə başlanılıb. Hazırki informasiyamız isə bundan ibarət idi və bir daha qeyd eləyirik ki, Bakı şəhəri üzrə 8 milyon manat, eyni zamanda Şirvan şəhəri üzrə isə 4,6 milyon manat məbləğində vəsait ayrılıb və mənzillərin verilməsi istiqamətində də işlərə başlanılıb. Bəli, Çinarə, informasiyamız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olan məlumatımız bundan ibarət idi. Sözü yenidən xəbər mərkəzimizə ötürürük. Təşəkkürümü bildirirəm Zeynəb, məlumatı bizimlə bölüşdüyün üçün və istəyərdim ki, əvvəlcə anonslara baxaq.